Əziz izləyicilər, hal-hazırda Xaçmazdayam. Salam qardaş. Allah bazar versin. Qardaşımız bu fermanı ərazisi ilə bir yerdə satışa çıxardıb. Qardaş, neçə hektarın üstündədir bu ferma? Ümumi sahə 15 hektardır. Ümumi sahə 15 hektar. Fermanın öz ərazisi 5 hektar 28 sotdur. 5 hektar 28 sot fermanın öz ərazisidir. Ümumilikdə 15 hektardır. Sənəd nə var hal-hazırda? Kupçadır. Kupçadır. Yəni kim alsa birbaşa adına keçəcək. Gördüyünüz kimi burada belə bir tikintisi var. Yəni həm fermadır, həm də yaşayış üçün nəzərdə tutulub. Düzdür, remontu demək olar qurtarmaq üzrədir, amma bütün materialları da var. Buyurun, baxın əziz izləyicilər. Onun 15-ə 150 kvadratdan ibarət yaşayış üçün nəzərdə tutulub. Gördüyünüz kimi, yəni betonu da tökülüb, yüksək səviyyədə keyfiyyətli tikilib. Solda, yəni bura ofis nəzərdə tutulub. Buyurub baxa bilərsiniz. Sağda mətbəxdir, yəni mətbəx də olacaq. Hal-hazırda demək olar şpaklovka işləri qalıb. Buranın plastiki də vurulub, 2 otağın. Onu da nəzərə çatdırım. Bütün qapılar hazırdır, yəni buradadır. Sadəcə ustanovkası qalıb. Burada da əlavə olaraq otaqlardır. Onun 15-ə. Bu isə fermanın girişidir. Qardaş, bu otaq nə üçün nəzərdə tutulub? Bura nəzərdə tutulmuşdur süd emalı. Süd emalı da. Üçün, belə də süd çənlərini yerləşdirmək üçün. Amma burada ambar kimi də istifadə edilir. Ambar kimi də istifadə etmək olar. Bu balaca otaq nədir solda? Burada elə ambardır, bu şey yığılır. Burada ikinci belə deyək. Arpa. Burada ambardır. Hal-hazırda gördüyünüz kimi arpa yığılıb. Yeri betonlanıb. Krişası da ki gördüyünüz kimi maşallah olsun, qəşəng keyfiyyətli. Bu da soyunluq geyinmə otağı kimi nəzərdə tutulur. Burada işçilər burada soyunluq. İşçilər üçün. Bu mühafizəçi otağı ki, bu pəncərədən oturub belə baxmalı. Bura nə üçün nəzərdə tutulub qardaş? Burada süd sağımıdır, amma yəni başqa şeydən nəzər istifadə eləmək olur. 3-4 dənə süd sağma da. Bunlar da fermanın üstündə verilir kim alsa. Buranın uzunluğu nə qədərdir? Buranın uzunluğu 65 metr olmalıdır. 65 metrdir uzunluğu. Həm belə deyək, letnidir. Lazım olsa qıraqlarda tutulur, zimni də olur. Yəni sırf mal üçün saxlanma yeridir. Qardaş, Allah bərəkət versin cins mallarınıza da. Burada opşi 34 başdır. Belə deyək, ferma mallan da bir yerdə satılır, malsız da satılır. Malın opşi qiyməti 34 başın qardaşımız 120 minə deyir. Fermanın qiyməti də ki, razılaşma yolu ilandır. Yəni belə deyək, malla da satılır, malsız da satılır. Buyurub baxa bilərsiniz əziz izləyicilər. Buranın 65 metr oldu da uzunluğu. 65 metr uzunluqdur. Bəs en nə qədər olar? Hündürlük? Hardasa 8-10 metrdir. Hündürlük 8-10 metr, tən ortası. Qıraqlarda eni 10 metrdir. Qıraqları 5 metr. Qıraqlar isə 5 metrdir. Yaxşı hündürdür. Yəni yay vaxtı da sərinlik olur, belə deyək. Tam sərinlikdir, yəni. Hə, maşallah. Qardaş deyəsən təzə doğur. Hə, təzə doğur. Bu mal neçə litr süd verir? Bu 25-30 litr. 25-30 litr arası verir. Hal-hazırda bulamadadır da. Bəli. Maşallah, mallar da ki, hamısı təmiz cinsdilər. Gördüyünüz kimi Holstein friz də var. Buynuzlu cinsdən də var. Bu birinci hissəsidir fermamızın. İzləmədə qalın, çəkəcək.